Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Sual verilir, bir Müslümanın polis işlemesi icazəlidirmi? Sualın cevabına gəldikdə, Elhamdülillahi vahdə, və salatu və selamu alə mən la nebiyyə ba'də, əmmə ba'd. Değerli Müslümanlar, dinimizdə istənilən mövzu barəsində məlumat almaq istəyəndə, biz birinci Allahın Resulü sallallahu aleyhi və səlləmin bir metodunu heç vaxt unutmayaq. O həmişə öz səhabələrini bir yerə göndərəndə idarə etməyə, nəysə bir ciddi bir işin ardıyca və sahabədən belə soruşur. Getdiyin yerdə nə ilə hökm verəcəksən? O deyir, əlbəttə ki, Allahın kitabı ilə. Və deyir, birdən o mövzunu Allahın kitabında tapmasan, deyir, əlbəttə ki, Rəsulunun sünnəsində. Və sonra deyir, birdən Rəsulunun sünnəsində də tapmasan o mövzunu, deyir, o zaman Allahın mənə verdiyi ağıldan istifadə edəcəyəm ki, daha münasib olan bir mövqeyini tapa bilim. Və Allahın Rəsulu deyir, bəli, sən hazırsan bu işə. Yəni, bəli, yolu budur. Dəyərli Müslümanlar, biz də istənilən mövzu barəsində bilik axtaranda, orada unutmayaq ki, bizim üçün birinci meyar Allahın kitabıdır, sonra Rasulunun sünnəsi və sonra ağıl da burada önəmlidir. Ona görə önəmlidir ki, hələ Allah Subhanahu taala ağılı bunun üçün vermişdir. Çünki hələ elə bir quruluş qurulmayıb ki, gəlmiş keçmiş bütün mövzuları içine alsın. İster istemez elə mövzular çıxır ki, orada müqayisə etmək lazım olur. Bunu bununla. Bəli, müqayisə içində xüsusi elm lazımdır. Yəni, hər kəs müqayisə edə bilməz şərii hökmləri. Bəli, deməli biz bu suala gəldikdə, ümumiyyətlə polis düşüncəsi 19-cu əsrdə ortaya çıxmış bir düşüncədir. Bir idarədir, idarə etmədir. O günə qədər elə bir şey olmayıb. Deməli, istər-istəməz müqayisə olunacaq. Ona görə də bu mövzuya tam olaraq girməmişdən öncə biz əslində bu mövzunu hissələrə bölməliyik. Əvvələn, ümumiyyətlə polis nədir? Dinimizə görə belə bir quruluşun olması icazəlidirmi? Sonra, bugünkü bizim durumumuz və bir müsəlmanın orada işləməsinin nə qədər icazəli olması. Bax, bu üç hissəyə bölməliyik. Birinci hissəyə gəldikdə, ümumiyyətlə polis anlayışı ilk dəfə İngiltərədə 1829-cu ildə qurulmuşdur. Adı da metropolitan polis. Yəni, şəhər xidmətçiləri, şəhər əhalisinə xidmət edənlər mənasını verəcək bir quruluş idi. İdarə etmək idi. Yəni, bir qrup insanları xüsusi hazırlayırdılar, onlar şəhərdə insanların ehtiyaclarını ödəyirdilər. Çünki metropolislər, məlumdur ki, böyük şəhərlərdə bir yeri axtarmaq, tapmaq çətin olur, biri xəstə ola bilər, biri yolda yıxıla bilər, birinə yolda basqın edə bilərlər. Bax, bu cürə asayişi qorumaq üçün ilk dəfə İngiltərədə belə bir idarə qurulur ki, onlar xalqa xidmət edirdilər. Yolda biri birinə sataşırsa və bu məsələni dövlət səviyyəsində tutub, həbs edib, ayırıb, aparıb cinayətkarın cəzasını verdirirdilər və ilaxır. Birinci xidmət bu idi, bu adla başlayıb və bu cür başlanğıcın da olması təbii zərurətdən doğurdu. Çünki böyük şəhərlərdə daima belə olub, qədimidən də, bugün də, sabah da belə olacaq. Böyük şəhərlərdə həm hiləgərlər çox olur, böyük şəhərlərin insanları digərlərinin cibindəkini necə ondan alın, bax bu düşüncə çox olur. Ona görə də insanlarda asayiş qorunsun deyə elə şey başlamışdır. O sonra onu izləmişdir Fransa, ondan sonra İstanbulda elə Osmanlıda da 1879-cu ildə ilk dəfə Zaptiya adı ilə qurulmuşdu belə bir quruluş. Sonradan onun adı Əmniyyət Müdürlüyünə dəyişdirilmişdir.
və bizim özümüz də o cümlədən. Ki, bizdə də bu quruluş qurulmuşdur. Quruluşun qurulma məqsədi budur. Yəni, yolda, çöldə insanların qanunlarını, hüquqlarını qorumaq. Bu, dinimizə görə yaxşı bir şeydirmi? Cavabı bəli. Nə gözəl, nə yaxşı, əgər xalqa xidmət edəcəklərsə. Bəli, bunun, deməli, bu cür bir quruluşun olmasının zərəri yoxdur. Məsələnin ikinci tərəfinə gəlsək. Yəni, bugün onun durumu nədir? Bugün durumu nədir? Bəli, bugün durum, məsələn, bəzi ölkələrdə qorunmuşdur. Hələ İngiltərənin özündə hal-hazırda yer üzündə müqayisə nümunə göstəriləcək idarədir. Ki, bugünə qədər onu o dövlət qoruyub, saxlayıb. Amma hər kəsdə xeyir, bu cürə olmamışdır. Təəssüflər olsun ki, bizim kimi ölkələrdə, bizdə də digər işlərimiz kimi, bizim bütün işlərimizi Rusun 5-ci koloniyası pozmuşdu. Hərəsi bir yolla pozmuşdu. Məsələn, bizdə bütün sistemi, bax, Rus hansı vəziyyətə gətirmişdi, Rus rejimi. Bizdə hərbidə dedavşina var idi. Halbuki bizim həmən qonşumuz olan, həm qardaşımız olan, həm də qardaşımız olan Türkiyədə, Türk hərbisində heç vaxt belə şey olmayıb, dedavşina. Yəni, böyük xidmətçilər, böyük hərbiçilər özündən kiçikləri sındırmaq, cibindəkini almaq, onu işlətmək, özü karol kimi qalır, onu işlədir. Ondan böyük gəlir, o bunu sındırır. O onun qabağında sınır, o ondan böyüyünün qabağında sınır. Nəticədə hamısı bir-birinin qabağında alçaqdır. Bu, Sovet rejiminin tərbiyəsi idi. Hərbidə də belə idi. Ən axırda general idi və general da özündən böyüyünün qabağında quzu kimi qalırdı. O onun şərəfini söyürdü, alçaldırdı, təhqir edirdi və bu da buna məndən böyüdü, dözməliyəm, rahatlıqla dözürdü. Sonra acığını gedirdi, özündən aşağıdakından çıxırdı. Bu, Sovetin tərbiyəsi idi. Bu, bizə sirayət etmişdi hərbidə və o cümlədən polis idarəsində də. Sovet bunu körlamışdı. Əslində bu quruluşun varlığı insanlara xidmət edir. İndi biz ağılla müqayisə edək. Bu şeylər olmasa necə olar? Necə olar? Təsəvvür edirsinizmi? Polis olmasa necə olar? Yol polisi olmasa insanlar yolda bir-birlərini öldürərlər maşınla. Və yaxud da ki, digər. Polis olmasa hüquq necə qorunacaq? İnsanlar necə basqınlar edərlər? Hələ var, hələ rüşvət verilir, bu qədər iş var ikən yenə də haradaysa asayişin qorunmasında səbəbdir. Ona görə də deməli bu şeyin varlığı pis deyil. Amma təəssüflər olsun ki, körlandı. 5-ci koloniya, bax bunları körladı, rüşvəti salmaq, haqsızlıq, insanlara zülm etmək o səviyyəyə çatıb ki, əgər yolda bir polis insandan soruşsa ki, vətəndaş sizi olar, o adam deməli anında yerində ya kiçik insult keçirdir və yaxud da ki, o ən azı şəkərin 1%-ni tapacaq. Ki, bununla da mənim həyatım məhv oldu. Niyə? Mənim polis saxladı. Çünki o qədər görüb ki, yəni haqsızlıq. Bu haqsızlıq, bu idarə barəsində insanlarda bax bu həyəcanı gətirib ortaya çıxartmışdır. Halbuki o sənə xidmət üçün yaranıb, sənin haqqını, hüquqlarını qoruyur. Onun varlığı yaxşı bir şeydir. Amma bax bu cür istifadə etmə insanı bu cür həyəcanlandırır. Sənə çatdıqdan sonra soruşur, saat neçədir? Bundan sonra həmən insana bir tər gəlir, bir rahatlıq gəlir ki, az qalır həmən polisin əlini öpsün ki, yəni sən məni tutmadın, məni aparmadın. Kimi, yəni bax bu cür fikrin formalaşmasında inanın ki, təkrar deyirəm. Sovet rejiminin Rus tərbiyəsidir bu. Rüşvət, dedavşina, özündən böyüklər aşağıları sındırmaq, əzmək, halbuki Türk ordusunda əsla ən böyük hərbiçi belə öz işini görür, öz yerini təmizləyir, təmizləməli yerini özü görür. Hər kəs özünə aid olan işi görür. Bizim indiki müasir hərbi xidmətimiz necədir?
Necədir bizim indiki hərbiçilərimiz vətənimizi də alınmasında nə qədər böyük səbəbkar oldular, azad olunmasında. Bax, görürsünüzmü, tərbiyə var, vətən sevgisi var, Allah sevgisi var. Yəni, ümumiyyətlə, özündən kiçik olanı da, bu da mənim kimi xidmət edir, bağrına basmaq var. Çünki bu cür tərbiyə olsa, əlbəttə ki, bunların hamısı hərbi olmasa bir ölkə necə qorunar? Hələ hərbisi olanları biz görürük, necə ölkəni məhv edirlər, ayaqlar altına atırlar. Hərbisi olmasa, polis sistemi olmasa, bu vətəndaşların, bu cinayətkarların qabağını kim alar? Evimizdə rahat otura bilmərik 5 dəqiqə. Deməli, təmizləmək lazımdır. Təmizlənməsində kömək etmək lazımdır. Allah qorxusunu o idarəyə salmaq lazımdır. Ki, onlar rütbədə elə zənn edirlər ki, bunlar Allahın mələkləridir. Və gələn vətəndaşlara da, yəni ki, bu hökm oxuyur istədiyi kimi. Halbuki elə deyil. Yəni, zamanla biz elə övladlar yetişdirməliyik ki, o övladlar göstərməlidirlər ki, bura xalqa xidmətçindir. Xalqa xidmətçindir. Belə olduğu təqdirdə, əlbəttə ki, insanların orada, bir müsəlmanın da orada işləməsində heç bir qəbahəti yoxdur. Əgər o nöqteyi nəzərdən soruşulursa ki, tağutdur, o nöqteyi nəzərdən soruşulursa, bəli, tağutdur. Amma ki, digər bütün məsələlər də elə bunu kimidir də. Məsələn, polisi niyə biz buradan ayırırıq ki, məsələn, ticarətdən. Ticarətdə də vergi nazirliyi həmin bu tağut sisteminin vergisi ilə verirdi. Allahın qoyduğu əmirlə zəkat kimi çıxartmır ki, kim 1/10 çıxartmalıdır, kim neçədə bir, 5də 1 çıxartmalıdır. Onu Allahın seçimi ilə çıxartmır ki. Zaten tağut demokratik qanunlarla çıxardır. Hələ vergi də belədir, maliyyə də belədir, idman da belədir və bütün sahələr elədir də. Zaten bütün sahələr tağut sistemidir deyə, əgər o nöqteyi nəzərdən götürülürsə ki, tağuta xidmət, hamısı tağuta xidmətdir. Bütün işlər tağuta xidmətdir. Çünki quruluş budur. İndi bəs bu cür düşünülürsə, o zaman gərək biz heç bir sahədə adamımız olmasın o zaman. Nə ticarətdə, nə hərbidə, nə idmanda, nə polisdə. Bəs bu necə olacaq? Bu dövlət necə qurulacaq? Və bu necə davam edəcək? Deməli, var etmək lazımdır. Əshab-ı Kəhf kimi küfür bir dövlətin vətəndaşları idi. Onlar öz xalqını xilas etmək üçün mübarizə apardılar. Allah Subhanahu taala da onların mübarizəsini elə dəyərləndirdi ki, onlar bəşəriyyətdə olmamış bir hadisəni yaşadılar. 309 il yatdılar. Bəli, əgər işləyib ədaləti qoruyacaqsan, yəni insanlara zülm etməyəcəksən, cinayətkarı gördün, həbs edəcəksən və məzlumu gördün, ona yardım edəcəksən, ona ürəkləndirəcəksən, qorxma, biz səni qoruyacaq, sənin haqqını alacaq, sən günahkar deyilsən bu işdə. Hətta cinayətə səbəb, daha doğrusu əlindən cinayət çıxsa belə, ola bilər ki, o bunda haqlıdır. Yəni, bəli, bunu qoruyacaq, ədaləti qoruyacaqsa, nə gözəl. Namazlarını vaxtında qıla biləcəksə, nə gözəl. Bir də ki, o biləcək ki, ən gözəl qanun Allahın qanunudur. Ən doğru qanun Allahın qanunudur. Amma biz burada yaşayırıq deyə, bu işdə, mən də bu işdə işləyirəm deyə, o qanunla yaşayır. Amma onun qəlbində daima Allahın qanunlarının ali olduğu sevgisi olur və onu dəstəkləyir. Və ona görə buna istiqamət götürülür. Və bunlar qorunduğu təqdirdə, yəni ədaləti qoruyacaqsa, ibadətini qoruyacaqsa və qanun Allahındır, bunu öz qəlbində qoruyursa, saxlayırsa, elə polisdə işləməklə, ticarətdə işləmək və yaxud da ki, digər mədəni sahələrdə işləmək hamısı eyni şeydir. Hamısı eyni şeydir. Yəni, kimsə bunu ayırırsa, o xəta edir. Çünki o, məsələnin zahirinə baxır, deyir ki, bu qanun yeridir, ticarət qanun deyil. Ticarət qanun deyil, orada imza atmır, vergi vermir, vergi verərkən hansı maddələrə imza atır? O, əgər dövlətdən vergi vermək üçün bir vəsiqə götürürsə, orada nəyə imza atır?
həmin qanunları dəstəklədiyinə imza atır. Yəni, hamısı əslində eyni şeydir. Bunları ayırmaq heç lazım deyil. Hökmləri eynidir, məsələ də budur. İndi qaldı tövsiyə olunmağa. Bugünkü durumda, əgər bir insan seçim etmək istəyirsə, mən həyatımda hansı yolu seçim? Əlbəttə ona tövsiyə olunmur. Tövsiyə olunmur, çünki ibadətini edə bilməyəcək. İndi burada biz sayanda dedik ki, ibadətini edə biləcəksə, edə bilməyəcək ki, mümkün deyil ki. Çünki o quruluşda ibadət ümumiyyətlə düşüncədə yoxdur. Yəni, heç bəlkə də ibadət etsə onu işə götürülməzlər ki, burada namaz qılanlar işə götürülmür. Ona görə ki, namaz qılanlar biraz təhlükəlidir. Ola bilər ki, düşünür ki, hansı sektanın üzvü olar, nə edər. Zaten orada bu mümkün deyil. Ona görə əgər kim axirəti üçün yaşamaq istəyirsə, kim istəyirsə Allah yanında müəyyən mənada özünü qoruya bilsin, uzaq durması yaxşıdır. Bu işdən uzaq durması yaxşıdır. Çünki orada dinini qoruya bilməyəcək. Çətin olacaq, iş başına düşəcək, əməliyyat vaxtına düşəcək, namaz keçəcək. Süleyman əleyhissalamın əsr namazına biraz gecişmişdi, bütün mülkünü Allah üçün kəsdi, sədəqə payladı. Onu edə bilməyəcəksən axı, qoruya bilməyəcəksən. Odur, əgər indi seçim edirsənsə ki, sən həyatında nə olasan, o seçimi etmək tövsiyə olunmur, çünki əgər axirət üçün yaşamaq istəyirsənsə, orada onu yaşaya bilməyəcəksən. Unudacaqsan axirəti, dünya səni götürəcək, məsələn, apardığın əməliyyatlar səni sərtləşdirəcək, insanlara qarşı biraz sərt olacaqsan, hər kəsə cinayətkar gözü ilə baxacaqsan və yavaş-yavaş bu səni istədiyin məqsəddən uzaqlaşdıracaq. O ayrı sistemdir, orada insan işlədikcə xarakteri dəyişir, çünki onun geyimi, onun üstündəki silah onun düşüncəsini dəyişdirir, yavaş-yavaş insanlara baxışını dəyişdirir, o qədər cinayətkarla danışır. Bəzən bir də görürsən, cinayət etməmiş bir insanla da danışanda, o tərzdə danışır ki, sanki indi tutub səni apararam kimi. Halbuki onun ona haqqı yoxdur, heç haqqı yoxdur. Eləyə bilərsən, lap elə, tut apar, cəzalandır, öldür. Allah qabağında nə edəcəksən? Sən onu düşünmürsən, Allahın qabağında diz üstə, üzün yerə sürtülmüş vəziyyətdə olacaqsan. Amma budur, ora gedir. Sıfırdan başlayan birisinə tövsiyə olunmur. Amma bir insan oradadırsa, bu o demək deyil, orada işləyib, bu müsəlman deyil, bu dindən çıxdı, o düşüncə də düzgün deyil, orada bizim övladlarımız işləməlidir, orada da bizim övladlarımız var, onlar sənə xidmət edə bilərlər, onlar ola bilər ki, səni elə bir çətin vəziyyətdən çıxartsın ki, nə qədər olur belə şeylər, mərhəmət göstərir, məsələn, insana yardım ediblər, insanın qəlbində ona qarşı sevinc olub ki, sağ olsun, mən bu işdə çətinə düşmüşdüm. Yəni, haqsıza yardım etməzlər. Söhbət zülüm olunurdu sənə, o qoymadı. Bax, belə övladlar ola bilər orada və vardır da. Və ona görə də kim vardırsa, kim oradadırsa, diqqətli olsun, dinini qorusun, namazlarını vaxtında qılsın, iş yerində bir yer tapsın özünə və ədaləti də qorusun. Heç vaxt rüşvət almasın və heç vaxt kiməsə zülüm etmə. Heç vaxt etmə, çünki o nə qədər sənin qabağında acizdirsə, 100 dəfə ondan çox Allahın qabağında sən aciz olacaqsan. Və ona görə kim oradadırsa, bax bunları qorusun. Və içində də daima bu düşüncə olsun ki, ən gözəl qanun Allahındır. Bəli, biz oğrunu tuturuq, həbs edirik bugün. Amma həqiqətən də o oğrunun əli kəsilməlidir. Bax, bu sənin ideyan olmalıdır. İçindəki düşüncə olmalıdır. Heç vaxt deməməlisən ki, nə əl kəsilmə bu köhnənin qalıqlarıdır. Allahın qanununa elə deyilməz. Sən köhnə dediyin o Allahın qabağında hesab verəcəksən. Köhnə dediyin o din səndən soruşulacaq. Ona görə də oradasansa bunları qoru, orada deyilsənsə, seçim edirsənsə, seçmə. Tövsiyə olunmur. Rəbbinə ibadət et. Bir cür hər bir yerdən dolan, çünki çox qısadır ömür dediyin şey. Çox qısadır. Qısa müddətdən sonra senindəki səndən alınacaq və olacaqsan sıravi vətəndaş kimi birisi, elə dövlətindən pensiyanı alacaqsan və qısa müddətdən sonra Rəbbinlə üzləşəcəksən, həmən gün dəhşət olacaq. Həmən gün Allahın rəsullarının rəngi ağarır, mələklər əsəcək həmən gün. Təsəvvür et, mələk cəhənnəmə düşmür.
Mələk hesab verəcək, amma cəhənnəmə düşmür. Mələklərin əsdiyi gündür, sən o gün nə edərsən? Yəni, onu düşün, özünə bir yol seç. Oradasansa, onu düşün, Allahdan qorx. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ